Vətəndaşlar test sual verir ki, yoldaşım işləmir, mən işləmirəm, sosial yardım ala bilərmi və yaxud pensiya alıram, sosial yardım ala bilərmi? Bilirsinizmi, bir də işləməklə söhbət getmir. Sosial yardımın bir neçə şərti var. Həmin şərtlər uyğun olmalıdır ki, yəni sosial yardım ala biləsiniz. Əgər bilməzsiniz ki, sizə sosial yardım düşə bilər, düşə bilməz, bu video sonuna qədər baxın, mən müəyyən şərtlər barədə məlumat verəcəyəm. Eyni zamanda onu bir qeyd edin ki, hörmətli izləyicilər, kanala abunə olun, bu videonu bəyənin ki, təxminən 20 gün ərzində yeni bir sayt olacaq, həmin saytda şərtlər olacaq, həmin şərtlərə baxaraq siz deyə bilərsiniz ki, sizə sosial yardım düşə bilər, yoxsa düşə bilməz. Ona görə kanala abunə olun ki, həmin sayt fəaliyyətə başlayanda mən məlumat verəcəyəm. Təxminən bir 20 günə, 25 günə. Ona görə bir daha xatırladın ki, bunun üçün YouTube kanalına abunə olmaq lazımdır ki, sayt fəaliyyətə başlayan kimi xəbəriniz olsun. Və belə keçdiyim mövzuya hörmətli izləyicilər. Kimlərə sosial yardım düşə bilər? Hansı şərtlər var? Şərtləri qeyd edin, diqqətlə baxın, zəhmət olmasa ki, aydın olsun sizə. Şərtlərdən biri ondan ibarətdir ki, əgər 8 yaşına qədər evdə uşaq yoxdursa, eyni zamanda tələbədə ölçüsə və yaxud pensiyası da ölçüsə və yaxud birinci qrup, ikinci qrup əldə ölçüsə, mütləq işləməlisiniz. Hörmətli izləyicilər. Nəzərəm, 8 yaşı nəyə görə dedim? 8 yaşa qədər uşaq olduğu halda valideynlərdən biri işləməyə bilər. Nəzərəm, eyni zamanda bir daha xatırladıram. Tələbə, əldə pensiyası işləməyə bilər. Nəzərəm, hörmətli izləyicilər. Və digər şərtlər var. Onları da qeyd edin, baxın. Əgər usta fəhlə və yaxud başqa sahə üzrə işləyirsinizsə, mütləq şəkildə adınız hardasa getməlidir. Getdim fankasının evini düzəltdim, çağırdılar falan, işi gördüm, elə sayılmır. Onu qəbul eləmirlər. Əgər bir halda mütləq fəhlə qədər işləyirsinizsə, aktiv olan bölünüz olmalıdır, hörmətli izləyicilər. Nəzərəm, əsas şərtlərdən biri budur. Mütləq qədərlə adınız hardasa iş kimi getməlidir, yəni işləməlisiniz və ya bölünüz olmalıdır. Eyni zamanda onu qeyd edin ki, bunu həm birinci qrup hər kimi deyəm, əgər arabasında olan şəxs kimi deyəm, həm hüquqşünas kimi deyəm, mən Zaur Seyidzadə, hörmətli izləyicilər. Əgər birinci qrup hər qəbul edirsinizsə, o halda da işləməyə bilərsiniz. Nəzərəm, mütləq qeyd edəm, hörmətli izləyicilər. Və digər şərtlərdə deyəm, baxın. Kommunal xidmətlər adam başı 285 manatın, yəni minimum ehtiyac meyarının 15%-dən çox ola bilməz. Bu da təxminən 42 manat 75 qəpik. 42-75 manatdan yuxarı ola bilməz. Daha düzgün 42 manat 75 qəpikdən yuxarı ola bilməz. Nəzərəm, hörmətli izləyicilər. Adam başı, yəni evdə 4 nəfərsizsə, həmin 42 manat 75 qəpik bunun 4-ə. Mütləq qeyd edəm. Hesab etdə bilərsiniz. Və kirayə qaldığınız zaman və yaxud kimsə evində qaldığınız zaman ki, su sərvəzi, işıq sərvəzi, qaz sərvəzi sizə aidiyyəti olsun. Bu və rabitə xərcləri də aidiyyəti var. Mobil danışığı, ev telefonu, hamısı ondan bir yerdə hesablanır. Hörmətli izləyicilər. Nəzərəm, bir şərtdə bu. Eyni zamanda 12 ay ərzində 3420 manatdan yuxarı alış-veriş edə bilməzsiniz. Yəni bir dəfəyə. Tutaq ki, məbir və yaxud maşın, nəsə belə bir şey, həmin qiymətdən yuxarı ala bilməzsiniz. Nəyə gəlmişkən, maşın və motosiklet barədə deyin ki, etibarnamə ilə də olsa, tək pasportunda da olsa, adınıza avtomobil varsa və yaxud etibarnamə ilə idarə edirsinizsə, avtomobil və motosiklet, o halda sosial yardım düşməyəcək. Eyni zamanda o etibarnamə vəri əyəmişsinizsə, 12 ay ərzində gözləməlisiniz. Hörmətli izləyicilər. Bu motosikletdə aidiyyəti var. 12 aydan sonra, yəni sosial yardım tələb edə bilərsiniz. Bundan əlavə pay torpağı varsa 6 aylıq vergisini verməlisiniz. Yox, əgər vərlə işləyirsinizsə, 12 ay verinin vergisi verilməlidir. Yalnız hansısa idarə təşkilatda işləyirsinizsə,
və yaxud hansısa şirkətdə işləyirsinizsə, işlədiyiniz gündən sosial yardımçısı müraciət edə bilərsiniz. Bir şərtdə bu, hörmətli izləyicilər, nəzərə alın, mütləq qeyd edin. Bir məsələni qeyd edin, hörmətli izləyicilər. Məsələn, 4 nəfərlik ailədə sosial yardım minimum yaşayış meyarına uyğun hesablanır. Yəni ki, adam başı 285 manatdan aşağı gəlir olmalıdır. Yəni 285 vurursunuz 4-ə, bu 1140 manat. 1140 manatdan aşağı olduğu halda sosial yardım düşür. Nəzərə alın. Bunun nə aidiyyəti var? Aldığınız əmək haqqları, pensiya, müavinətlər, yardımlar, bunlar hamısı hesablanır. Nəzərə alın. Hətta əmək haqqında olan əlavələr var, bonuslar. Onlar da hesablanır. Hörmətli izləyicilər. Və bir məsələni qeyd edin ki, vətəndaş 15 gündən artıq xaricə gedə bilməz ki, 15 gündən artıq getdiyi halda sosial yardım dayandırmalıdır. Eyni zamanda bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Aidiyyəti Qurumundan xəbərdar etməli ki, mən üzvü səbəbdən ölkəni tərk edib xaricə gedirəm. Amma 15 gündən artıq ola bilməz. 15 gündən artıq olduğu halda sosial yardım dayandırır. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qeyd edin. Yəni bir şərtdə bu. Qeyd edim. Nəzərə alın. Bir məsələni qeyd edin, diqqətlə baxın. Üzvü çıxın, telefonda problem var, hissə çəkəyəm. Boşanan şəxslər varsa mütləq qaydada amət müəyyən olmalıdır. Aməti həm məhkəmədə müəyyən edə bilirsiniz, həm mediatorun yanında mediasiya prosesində sakiş baxıyaraq, hörmətli izləyicilər. Amma mən şəxsən Zaur Seyidzadə tövsiyə edirəm ki, mediasiyada bağlıyım. Ona görə ki, sakiş baxdığınız zaman amətin məbləğini özü müəyyənləşdirə bilirsiniz. Amma əks halda 265 manatdan hesablanacaq. Bu 2026-cı il aidiyyəti var. Nəyə görə bunu deyəm? Ola bilsin ki, bu video bir ildən sonra kimisi qabaqdan çıxsın, 8 aydan, 9 aydan sonra. Mən bu videonu 6-cı ayda çəkəyəm, 2026-cı ildə. Nəzərə alırsınız, bu həmin vaxtda olan məlumatlardır. Hörmətli izləyəcəm. Amma amətlə bağlı məlumat olmadığı halda sosial yardım verilmir. Bir halda verir ki, uşağın ata-adı doğum haqqında şərəfnamədə qeyd olunmasın. Yəni ana tək ana kimi qeyd olunsun. Bunun üçün Hasan xidmətdən arayış alsın. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qaydada əsas məsələdən biridir. Sonunda bir daha xatırladıram ki, təxminən bir 20 gün ərzində sayt olacaq, həmin saytda məlumatlar olacaq ki, hansı şərtlərin daha geniş sosial yardım ala bilirsiniz. Mən təxminən saymışam 23-dən artıq şərtlər var, amma yenə şərtlər dəqiqləşdirir, artıq bu rəqəm. Həmin şərtlərin daha dəqiq tanış ola bilirsiniz. Ona görə kanala abunə olun ki, həmin saytı yaradığı vaxtda mən sizə məlumat verim. Diqqətinizi görə çox sağ olun, kanala abunə olmağı unutmayın. Sağ olun.